Ben bugünlər dedim ki, mənə heç kim sataşmasın, ilişməsin. Bugünlər Manaf Ağayev yenə çıxıb deyir ki, Akşinə Şahnaz muğamı oxutduracam. Sən mənə Şahnaz muğamı oxutdursan, mən sənə səhərə qədər Əruz bəhrində meyxana dedizlərəm Manaf. Yaşım, başım var, sənətim var, hörmətlə yanaşdım dedikləri və biraz gözlədim. Bu sənin bugün verilişdə başından yuxarı danışdığın sözün cavabıdır ki, sən ictimaiyyəti, cəmaata danışdın. Sən heç nə bilmədən. Və qaldı ki, mənlə Manafın işi olmağına işi olacaq. Biraz da indi başqa tərzdə danışmaq istəyir. Mən də götürdüm, zəng elədim Manafı. Yəni, bu efirdə filanda qalmaqala, gündəmə çevirməyə ehtiyac yoxdur. Zəng elədim, dedim ki, Manaf, nə məsələdir? Nə işin var mənimlə? Dedim, orada niyə elə danışmırsan? Dedi ki, mənə Tolikin verilişinin görüntüsünü montajörlər İsa'nın vasitəsilə gətirib, kəsib doğrayıb belə göstəriblər. Ki, mən də elə danışmışam. Yəni ki, yanlış anlaşılma olub, belə dedi. Mən də dedim ki, yaxşı Manaf, mən telefonda bu şeyləri danışan adam deyiləm. Sabahlar görüşər, yüz-yüzə söhbət eləyərik. Bu məsələni bir də kimsə, nə efirdə, nə aparıcı, nə sənət dostları, heç kim hallandırıb müzakirə eləməsin. Mən sabahlar Manafla kişi-kişi oturub yüz-yüzə söhbət eləyəcəyik. Kiminsə video montajına, kiminsə tırkasına, kiminsə gündəm tutmağına getmək lazım deyildi.